Definition sualları ilə davam edirik. Argue, mübahisə etmək. Deməli, to speak angrily to somebody. Bəli, kiməsə əsəbi danışmaq. Bir B olacaq. Deməli, explain, izah etmək. To tell somebody about something in a way that makes it easy to understand. Yəni, başa düşmək üçün nəyisə asanlaşdırıb, kiməsə haqqında məlumat vermək, danışmaq. 3-ə A. Təbii ki də, daha doğrusu 3-ə C. 2-yə də A qalacaq burada. Yəni, same opinion, to agree, razılaşmaq, eyni fikirdə olmaq. Deməli, daha sonra gəlin baxaq 46-cı suala daha doğrusu. Bu OTK-ya düşübdür bu arada. To give a prize, to succeed, give yox, to receive deməkdir. Yəni, mükafatı qəbul etmək. Display, to show something to people, nümayiş etdirmək. Scold, qəzəbli şəkildə, bəli, deməli, danlamaq, yəni tənqid etmək. Trust, güvənməkdir. Keep at the same level olmaz, eyni səviyyədə saxlamaq yox. To spread, to cover a large area, yəni daha geniş əraziyə yaymaq. Bu da olacaq, deməli, A variantında. O da sadəcə 5-i salmamışdılar.